Orta Doğuda böyük bir başarısızlığa uğrayan imperialist güclər və onların kuklaları yenidən Hindistana bir baskı həyata keçirib Pakistana bir hücum təşkil elədilər. Deyirsiniz ki, Hindistanı yəni belə deyək, məcbur eləyirlər. Hindistan təbii ki, onların Hindistanda üzr istəyirəm Candır bəy, son vaxtlar olan o İslamofobiya, xüsusilə bu Moidinin hakimiyyəti dövründə bilirsiniz də o qatı belə hindusdur, yəni özlərinin dini ilə bağlı və birbaşa müsəlman düşmənidir. Onun vaxtında neçə dənə məscidlər sökülüb, onların məbədgahına çevrilib və müsəlmanlara qarşı orada çox ciddi bir baskı var. Yəni bu, yəni sizcə kimsə yönəldir Hindistanı ki, sən get bunu elə, kimsə onu məcbur eləyir? Sual bəy, bilirsiniz ki, bölgədə, həmin bölgədə Hindistan, Pakistan, Əfqanistan coğrafiyasında uzun müddət Timurilər və Babürlər imperatorluğu hakim olub. Babürlər imperatorluğu 1800 yadımdadır, 8-ci ildə sübut eləyib. Və ona qədər də bilirsiniz, o bölgədə böyük türk imperatoru Afşar imperiyası olub. Nadir Afşarın liderliyində və sonra da Mirza Afşarın liderliyində 1796-cı ilə qədər davam edib. Böyük türk imperiyası çöküşü təbii ki, imperialist güclərin o zaman daha çox İngiltərənin o bölgədə apardığı siyasət sayəsində həyata keçirilib və nəticədə də bölgədə yeni bir siyasi mənzərə yaratmağa çalışıblar. Yaratdıqca öz hakimiyyətlərini gücləndiriblər. Nəticə sınırlarını genişləndirməyə xidmət edib və ilk olaraq da yararlandıqları dövlət Hindustar. Sonra da onların müsəlman uzantısı farslar olub. Belə Candır bəy, o sualı verəcəkdim sizə. Yaxşı yerə gəldiniz. Fikrim yadımdan çıxmasın, yəni qeyd elədim. Bax, bu məlumdur, Hindistan İslam düşmənçiliyi eləyir də, düzdürmü? O təbii ki, bunlar İslam dövləti niyə onlarla müttəfiq olur, onu demək istəyirəm. O sual mənim üçün gerçəkdən çox maraqlıdır, dəyərli izləyicilər. Sizə də verirəm bu sualı, siz də yazın. Yəni, Hindistanın İslam-müsəlman düşməni olduğu gizli deyil, açıqdır, açıq şəkildə gedir. Amma necə olur ki, bir İslam ölkəsi də onu ilə qardaşlığı eləyir, dostluğu eləyir, İrandan söhbət gedir. Mənim üçün gerçəkdən maraqlıdır. Sual və qəbul eləyək ki, heç bir dövlət nə xristiyan təəssübkeşidir, nə İslam, nə də ayrı-ayrı dinlərin təəssübkeşi olan dövlət yoxdur. Dövlətlərin maraqları var ki, o dövlətlərin maraqları dini də, məzhəbləri də, ayrı-ayrı dini tərəqqətləri də istismar edib, öz maraqlarını həyata keçirmək uğrunda mübarizədən başqa bir şey deyil. Onun kimi də... Yox da rəsmi adı var da, İslam Respublikası. Təbii ki, ona gəlir. Necə olur? Hinduslarla, Hindus deyəndə farslar da Hindus, elə deyil mi? Eyni kökdəndirlər. Ermənilər də onlardır. Eyni millətlərdir. Hətta Slavlar da eyni kökdəndə olar, Hind dil qrupuna aiddirlər eyni zamanda. Tarixdə türk imperiyaların çökdükcə Batı dünyasında daha çox qabaran bir İngilis siyasəti olub. Nəticədə həmin İngilis siyasəti yerlərdə türk düşməni olan xalqlardan istifadə ediblər. Ən onlar üçün cazib olan xalq Hinduslar olub. Tarixən də böyük türklər, hələ mən eramızdan əvvəllərdən danışıram. Alpar Tunqanın dövründən danışıram ki, o dövrlərdən bu yana dünya, Avrasiya coğrafiyasında ana 3-4 millət olub. Deyək ki, ərəblər olub, türklər olub, çinlilər olub, bir də Hinduslar olub əsas. Savaşlar da deyək ki, bu xalqlar arasında gedəndə ən çox bunların türk imperiyalarına qarşı məkirli siyasət aparanlardan biri bu Hinduslar olub. Onların da bizlərlə savaşlar olub. Dinlərini dəyişdikcə, dinlərini saxladıqca, bütün bunlara baxmayaraq hər zaman bizə qarşı bir fitnənin içərisində olublar. Türk imperiyaları çöktürüldüyü zaman bu qüvvədən də Batı dünyası yararlanmağa başlayıb. Yararlandıqca sınırlarını genişdiriblər həmin millət üzərindən. Həmin millətin töküntüləri üzərindən. Farslar onların töküntüsüdür, ermənilər onların töküntüsüdür. Yunanistanda da onların bir töküntüsü olan bir uzantıları var. Mahiyyətə fikir ver, neyinidir? Onlar bu millət üzərindən və onun töküntüləri üzərindən Türk millətini və Türk dövlətlərini parçaladıqca, onları vurduqca,
onlar bu bölgədə hakim olmağa başlayıblar. Hər kəs də bilir ki, bugün Pakistanlıların özü hindusdur. Biri müsəlmandır, daha çox Hindistanlar da ki, buddistdir, amma Hindistanın özündə də hər kəs də bilir ki, bugün 230-250 milyona yaxın müsəlman yaşayır. Onların da böyük bir qismi Kəşmirdə yaşayır ki, həmin Kəşmir bölgəsindən də bugün bir konflikt yaşanır. Bəli. Və həmin Kəşmirdə olan konflikt mərkəzindən də Batı dünyası bugün Pakistan və Hindistan üzrə qoymağı bacarırlar.